Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən müəllimlərin işə qəbulu və sertifikasiyası üzrə təlimçi tarix müəllimi Rəhman Polad. Müəllimlərin işə qəbulu və sertifikasiya imtahanına hazırlaşan tarix müəllimlərinin müxtəlif sosial media hesablarımızdan və ya WhatsApp xəttimizdən şəxsən mənə və mənim köməkçimə, bizlərə ünvanladıqları imtahanla bağlı və yaxud imtahan hazırlıqları ilə bağlı suallara bu video material vasitəsilə büsbütün cavablandırmağa çalışacağam. Bizə bu işdə Rüyalə müəllimə köməklik göstərəcək, hansı ki aylar ərzində sizlərin müxtəlif suallarınız olmuşdur bizlərə və biz o sualların bir qismini dərc etmişik və həmin suallar Rüyalə müəllimə səsləndirəcək, mən də onlara cavablandırmağa çalışacağam. Hər kəsə müvəffəqiyyətlər arzulayıram. Salam hörmətli müəllimlər. Mən də öz növbəmdə sizləri salamlayır və sizlərə müvəffəqiyyətlər arzulayıram. Rəhman müəllim, indi isə keçək sizə ünvanlanan suallara. İlk sualımızla başlayaq. MİQ və sertifikasiya imtahanına hazırlaşan tarix müəllimi ən gecə və yaxud ən tezi ümumiyyətlə nə zaman hazırlıqlara başlamalıdır sizcə? Bəli, ən çox ünvanlanan suallardan birisi də bundan ibarətdir. Bəzən görürəm ki, müdavim mənə qeyd edib ki, müəllim, mən sizlə yanvar ayında başlamaq istəyirəm. Və yaxud bəzi müdavim qeyd edir ki, müəllim noyabr ayında başlamaq istəyirəm, bəzisi qeyd edir ki, müəllim mart ayında başlamaq istəyirəm. Bu məsələ ilə bağlı öz mövqeyimi ortaya qoyacağam. Daha əvvəlki illərdə, məsələn 2022-ci ildən əvvəlki proseslərdə, yəni 2018 və 2022 aralığında olan imtahanlarda bir müdavimin 3 ay, 4 ay, maksimum 5 ay hazırlaşması kifayət edir ki, həmin deklarativ faktoloji suallara cavab versin. Yəni imtahan prosesi ilə bağlı çətinlik çəkməsin. Lakin 2023-cü ildən etibarən məzmun və forma, keyfiyyət tamamilə MİQ imtahanlarında dəyişdi. Yəni yeni bir yanaşma, yeni bir standart, yeni bir uyğunluq gözlənilməkdədir. 2023, 2024, 2025-ci il MİQ imtahanları ilə bağlı. Ona görə də burada zaman nisbəti artıq dəyişmişdir. Əvvəllər 2023-cü ildən əvvəlki proseslərdə bir müdavim üçün əgər hazırlıqlı bir müdavim üçün 3 ay zaman kifayət edirdisə, artıq bu zaman dilimi 5 aydan artıq bir proses əhatə edir. Əgər müəllim hazırlıqlı deyilsə və yaxud nisbətən az hazırlıqlıdırsa, bu proses 8 ayla 1 il arasında dəyişə bilər. Yəni, MİQ imtahanına və yaxud sertifikasiya imtahanına hazırlaşan bir tarix müəllimi vahid bir proqram əsasında minimum 1 ilə yaxın bir müddətdə tamamilə hazırlıqlı olmalıdır ki, o istədiyi nəticəni əldə edə bilsin. Buna görə də əsasən mən tövsiyə edirəm ki, bu məsələ ilə bağlı sentyabr, oktyabr, ən gecə noyabr və il başa çatana yaxın dekabr ayında hazırlıqlara qoşulsunlar ki, peşəkar köməkdən, dəstəkdən istifadə etmək istəyən müdavimlər, müəllimlər. Çünki ondan sonra proqramı çatdıracaqlar. Hər hansı köməkli göstərən müəllim proqramı daha tez olaraq təqdim edə bilər. Lakin müdavim onu çatdırıb, təkrar prosesinə qayıdıb, yenidən o xırdalıqlara qayıtması məsələsi müəyyən bir zamanı gərəkdirir. Psixologiyada bu var, 10.000 saat qanunu və yaxud hər hansı böyük işlərin yerinə yetirilməsi üçün müəyyən bir zaman lazımdır. Ona görə də hesab edirəm ki, doğrudan da kifayət qədər zaman ayırmaq lazımdır və bu zaman bir neçə ayı əhatə etməlidir. Minimum 6 aydan yuxarı bir zamanı əhatə etməlidir. Sizcə MİQ və sertifikasiya imtahanına hazırlaşan tarix müəllimlərinin hər birinə peşəkar dəstək lazımdırmı? Bəli, bununla bağlı da xüsusi olaraq mövqe bildirmək istəyirəm. Bu dünyanın hər yerində Rüyalə müəllimə, olsun Azərbaycanda, olsun dünyada. Ümumiyyətlə, belə bir yanaşma, belə bir tendensiya var ki, bir insan, ümumiyyətlə, bir müəllim, bir şagird fərqi yoxdur. Peşəkar dəstəkdən istifadə etməsə belə yüksək nailiyyət əldə edə bilər. Bu, onun intellekt səviyyəsindən, yanaşma tərzindən, disiplinindən, gördüyü işə olan ciddiyyəti ilə bağlı ölçülür. Məsələn, biz çox eşitmişik ki, abituriyentlər var ki, 600-dən yuxarı bal toplayırlar, 680, 690 və yaxud 700 bal toplayırlar və onlar hansısa bir repetitordan hazırlaşmırlar. Yəni, hər hansı bir hazırlığa getmirlər. Bu proses eynincə müəllimlərin işə qəbul imtahanına və yaxud sertifikasiya imtahanına hazırlaşan müəllim üçün də şamildir. Ki, hansı ki müəllim çox ciddiyyətlə, disiplinlə, motivasiya ilə işləyir tək başına və yaxud ola bilər ki, onun şəxsiyyət tipi introvertdir və yaxud müxtəlif faktorlar rol oynayar bilər bu məsələ ilə bağlı.
ki öz xüsusi yanaşması var, qarşıda məqsədi var və bu məqsədə özü mütləq şəkildə nail olmaq istəyir və eyni zamanda onun müəyyən kompetensiyaları inkişaf etmişdir bu məsələ ilə bağlı. Yəni o oxuduğu zaman qədim Romada niyə görə Roma ordusu zəiflədi və yaxud vətəndaş müharibəsinin səbəbi nədir? Bu kimi suallara özü bu xırdalıqlara cavab tapa bilir. Eyni zamanda məsuliyyəti var, ciddiyyəti var, disiplini var. Bu məsələlər tamamilə riayətdir. Təbii ki, o gedib müdavim yüksək bal toplayacaq. Heç peşəkar dəstəkdən istifadə etməsə belə. İki yanaşma var bu məsələ ilə bağlı. Hansı yanaşmalardır? Bir var, şəxs, daha doğrusu müdavim çox ciddiyyətlidir, çox məsuliyyətlidir. Öz üzərində işləməyi bacarır. Amma təəssüflər olsun ki, onun akademik bilikləri ona kifayət etmir ki, o çox xırdalıqlar üzərində işləsin. Bu məsələ ilə bağlı o doğrudan da peşəkar dəstəkdən istifadə etməlidir. Bəziləri var ki, akademik bilikləri yaxşıdır. O daha yaxşı qavrayır. Xırdallıqları tez götürə bilir. Onda məntiqi, tənqidi, yaradıcı təfəkkür daha çox inkişaf etmişdir. Lakin məsələ ondan ibarətdir ki, o məsuliyyəti tam yaxşı dərk eləmir və yaxud da ki, o peşəkar dəstəkdən ona görə istifadə edir ki, müəyyən səviyyədə arxayınlıq yaransın ki, doğrudan da mən məsuliyyətlə çalışıram. Onun müəllim vadar edir ki, həftənin 2 günü, 3 günü, 4 günü dərslərdə iştirak etməklə bağlı. Bu tələbkarlıq onu səsləyir ki, yüksək nailiyyət əldə etməyə. Ona görə də mən hesab edirəm ki, əgər bir müdavim akademik bilikləri yüksək olub xırdalıqları aşkarlaya bilirsə və o insanda ümumiyyətlə həmin müdavimdə məsuliyyət hissi çox yüksəkdirsə, heç onun peşəkar dəstəkdən istifadə etməməsi də olar ki, o gedib çox yüksək bal, hətta respublika birincisi belə ola bilsin. Bu məsələ ilə bağlı yanaşma tamamilə açıq aydındır. Mən özüm də bu proseslərdən keçmişəm deyə, təbii ki, bu məsələ ilə bağlı yanaşmam da dəyişməyəcəkdir. MİQ və sertifikasiya imtahanına hazırlaşan tarix müəllimi daha çox hansı vasitədən istifadə etməlidir? Bu məsələ ilə bağlı belə qeyd edə bilərəm ki, müxtəlif vasitələr mövcuddur. Məsələn, tutaq ki, video material olsun, test olsun, kitab olsun və yaxud sual-cavab konteksti olsun. Mən müəllimlərin işə qəbul imtahanına və yaxud sertifikasiya imtahanına hazırlaşan tarix müəllimləri üçün iki əsas meyar vurğulayacağım bu məsələ ilə bağlı. Test məsələsi, bir də sual-cavab prosesi. Test məsələsi və yaxud sual-cavab prosesi ilə bağlı hansı yanaşma mövcuddur? Əgər 100 ballıq şkala ilə qiymətləndirirsək, mən hesab edərdim ki, onun payına 50 bal test payı düşür, onun payına 30 bal sual-cavab prosesi düşür və digər 20 bal video izah və kitabdan mənimsəmə ilə bağlı düşür. Yəni siz təsəvvür edin. Yəni MİQ imtahanı və sertifikasiya imtahanı hazırlaşan bir tarix müəllimi ən çox MİQ potensiallı, sertifikasiya potensiallı test işləməli və eyni zamanda xırdalıqları özündə əks etdirən sual-cavab prosesindən canlı formatda istifadə etməlidir ki, bu ən effektiv üsuldur. Mən bunu təcrübə olaraq sınamışam, sınavdan keçmişəm, başqa müəllimlər də olub, bu artıq yanaşmadır. Artıq bir neçə ildir ki, bu yanaşma özünü tamamilə doğrulamış və təsdiqləmişdir. MİQ və sertifikasiya imtahanına hazırlaşan tarix müəllimi daha çox hansı dərs vəsaiti və test bankından istifadə etməlidir? Deməli, əziz müəllimlər, bilirsiniz ki, tarix müəllimləri bilirlər ki, müəllimlərin işə qəbul imtahanına və yaxud sertifikasiya imtahanında orta məktəb dərsliklərindən istifadə olunur. Yəni, orta məktəb dərsliklərini, hər bir cümləsini, hər bir hissəsini, hər bir xırdalığını tamamilə bilən bir müdavim, bir müəllim gedib müəllimlərin işə qəbul imtahanında, sertifikasiya imtahanında çox yüksək nəticə əldə edəcəkdir. Buna heç kimin heç bir şübhəsi ola bilməz. Yəni, bunu bütün respublika bilir. Lakin, belə bir məsələ var ki, ortalıqda bəzən 6-cı sinif, 10-cu sinif, 7-ci sinif, 10-cu sinif, 8-ci sinif, 11-ci sinif və s. siniflərlə bağlı olsun və yaxud da ki, kitab cümlələrini yadda saxlamaqla bağlı olsun, daha çox hansısa bir vəsaitdən istifadə etməyə zərurət yaranır ki, orada xırdalıqlar açıq aydın bir şəkildə verilmişdir. Orada daha, necə deyirlər, nizamlı qaydada müəyyənləşdirilmişdir. Buna görə də vəsaitdən istifadə etmək məsələsi ortaya çıxır. Şəxsən mən özüm, öz müdavimlərimə orta məktəb dərslikləri ilə birlikdə Anar İsayevi tədris edirəm. Anar müəllimi tərtib etmiş olduğu vəsaitlər özünü artıq bir neçə illərdir ki, tamamilə təsdiq edir. 5 ildən artıq bir müddətdir ki, müdavim hazırlığı ilə məşğulam və bu 5 il ərzində Anar müəllimin vəsaitindən hələ ki, müəllimlərin işə qəbul imtahanında kənara bir sual düşməmişdir. Yəni,
xatırlayıram ki, səhv eləmirəmsə 2021-ci ildə bir sual çərçivədən kənar bir sual düşmüşdü. Bu çərçivədən kənara düşən sual da heç orta məktəb dərsliyindən də kənara düşən bir sualdır. Yəni orta məktəb dərsliyində olub da Anar Isayevin vəsaitində olan bir sual deyildi. Ona görə də bəli, bununla bağlı müəyyən tarix ictimaiyyətində narazılıq baş verdi və bununla bağlı məsələ həll olundu, öz müvafiqliyinə müvafiq olaraq həll edildi. Lakin tövsiyəm ondan ibarətdir ki, dərs vəsaiti olaraq orta məktəb dərsliklərini rəhbər tutun, Anar İsayevin vəsaitlərini rəhbər tutun. Çünki onlar tamamilə MIQ proqramı, MIQ prosesini tamamilə əhatə edir. Test bankı ilə bağlı isə onu deyə bilərəm ki, bu bir reallıqdır. Bu təvazökarlıqdan uzaq səslənməsin, bu təkəbbürlük deyil, əstağfurullah. Lakin hal-hazırda müəllimlərin işə qəbul imtahanı və sertifikasiya imtahanı hazırlaşan tarix müəllimlərinə şəxsən mən özüm test bankı olaraq öz testlərimi tövsiyə edirəm. Yəni mən test bankı olaraq birbaşa çıxarmamışam tarix ictimaiyyətinə, bütün kitab evlərində, nəşrlərində tətbiq olunsun. Mən həmin testləri öz müdavimlərimə dərs qruplarında istifadə edirəm hələ ki. Bununla bağlı hər hansı bir addım hal-hazırda, yaxın vaxtlarda gözlənilmir. Biz bununla bağlı müəyyən fikir dəyişikliyinə düşmüşük, yəni daha doğrusu fikir ayrılığı yaşamışıq, müəyyən məsələləri nəzərə almaq məcburiyyətində qalmışıq ki, biz daha əvvəl bunlar bağlı müəyyən qeyd etmişdik. Lakin hələ ki, hal-hazırda de facto olaraq mövcud vəziyyət onunla bağlıdır ki, dərs qruplarımızda bu test məsələsi davam edəcək. İləriki zamanlarda bunun test bankı halına çıxaracaq, yoxsa çıxarmayacağı bu hələ tam dəqiq deyil. Lakin mövcud vəziyyətdə bununla əlaqədardır və həmin testlər də alternativsizdir. Müəllimlərin işə qəbul imtahanına və sertifikasiya imtahanına tam olaraq uyğun formatdadır. Yəni bir məsələ ilə bağlı da qeyd etmək istəyirəm. Deməli, siz müxtəlif testlər sosial media hesablarında və yaxud Telegram qruplarında müxtəlif testlərlə rastlaşa bilirsiniz. Sual baxırsan testin ağırlığına kifayət qədər dəlizləşdirilmiş testdir. Kifayət qədər çətin testdir. Hə, müdavim görür ki, və bu test çox çətindir. Deməli, mən bu testlərdən istifadə edib gedib uğur qazanacağam. Halbuki hesab edirəm ki, bu məsələ öz təsdiqini tapmır bəzi hallarda. Niyə görə? Çünki yanaşmanı mən sizə deyim, siz özünüz müəyyəndir. Gedin müəllimlərin işə qəbul imtahanında, sertifikasiya imtahanında, indi sertifikasiya imtahanı olmayıb, MIQ imtahanı olub bu vaxta qədər. MIQ imtahanında müdavim gedib 40 dənə sualdan 23 dənə, 25 dənə düz yazır. Səhərsi gündə götürür bir dənə, üzr istəyirəm, Əndirabadi test hazırlayır. Və biliyorsun ki, paylaşır, biliyorsun ki, poster paylaşır ki, MIQ sertifikasiya hazırlıqlarında qeydiyyat prosesi davam edir. Özü gedib yaza bilməyib. Özü gedib yaza bilməyib və cəmaata Əndirabadi test hazırlayır ki, deyir ki, bu testdən istifadə edin, gedib uğur qazanacaqsınız. O testologiyaya uyğun olmayan test formatıdır. Testologiyaya uyğun format var. Yəni MIQ imtahanında və sertifikasiya imtahanında Azərbaycan Respublikasının Təhsil İnstitutunun təyin etdiyi meyarlar var, ölçülər var ki, onlara uyğun olaraq doğrudur, doğru deyildir, uyğunsuzluğu müəyyən edin, xəritə testləri ilə bağlı, cədvəl, sxemik testləri ilə bağlı olan müəyyən məqamlar var. Bunlara uyğunlaşdırılmış formatda bizim testlərimiz olur və müəllimlərin işə qəbul imtahanından çıxan, istər mənim müdavimim olsun, istər mənim müdavimim olmayan müdavimlər olsun, təsdiqləyirlər ki, doğrudan da testlər Rəhman müəllimin tərtib etmiş olduğu formatda olan testlərdir. Buna görə də mən hesab edirəm ki, test bankı olaraq da, testlər olaraq da mənim testlərimdən istifadə olunmalıdır. Bu yenə də əvvəlcə dediyim kimi, bəzi qaraguruhçu qüvvələr hesab edirəm ki, bizim işimizə kölgə salmağa çalışırlar. Onlar hər zaman qeyd edirlər ki, müəyyən məlumatlar qeyd edirlər bu məsələ ilə bağlı. Mən bunu işıqlandırmayacağam ki, əvvəlcədən deyirəm, yəni bu təkəbbürlük əlaməti deyil, əstağfurullah. Sadəcə olaraq bu həqiqi reallıqdır. Reallığı demək lazımdır. Təşəkkür edirəm. Buyurun, növbəti sual. Sizcə MIQ və sertifikasiya imtahanına hazırlaşan bir tarix müəllimi gündəlik olaraq neçə saat hazırlıqlara zaman ayırmalıdır? Baxın, deməli, əziz müəllimlər, mən özüm müəllimlərin işə qəbul imtahanına hazırlaşarkən bir neçə il bundan əvvəl, deməli, əvvəllər 6 saat, 7 saatım gün ərzində verirdim. İndi burada yanaşmalar müxtəlif ola bilər. Məsələn, müdavim var ki, ailə uşaq məsələləri, müəyyən problemlər var, onunla bağlı çatdıra bilmir. Və yaxud da ki, hansısa bir kişi müəllim ola bilər ki, digər ikinci işdə işləyir və yaxud da ki, başqa bir sahədə işləyir, MIQ-ə də hazırlaşır, lakin vaxt məsələsindən bağlı var. Yəni, hər kəsin zamanı, vaxtı tam adekvat deyil. Amma lakin bütün bu məhdudiyyətlərə baxmayaraq, mən hesab edirəm ki, gün ərzində 5 saatdan artıq bir müddət zaman
sərf etmək lazımdır. Müəllimlərin işə qəbul imtahanına hazırlaşan, sertifikasiya imtahanına hazırlaşan bir müəllim və axır proseslərdə, yəni mart ayından sonraki aylarda bu artıq 10 saatın üzərində bir rəqəmlərlə ölçülməlidir. Yəni 10 saatdan artıq bir vaxtı təmin etməlidir. Çünki nə qədər çox bu tarixdir, bu fizika deyil, bu riyaziyyat deyil. Yəni siz daha çox nə qədər öyrəşməyə çalışsanız həmin biliyə, onu testdə tərtib etməyiniz, tətbiq etməyiniz daha da yüksələcək. Buna görə də hesab edirəm ki, zaman ölçüsü olaraq ilk aylarda 5 saatdan daha artıq bir zaman əhatə edə bilər, sonraki aylarda 10 saatdan artıq bir zamanı əhatə edə bilər. 24 saatlıq bir zaman dilimində, bir sutka ərzində mənim rekordum hesab edirəm ki, bir dəfə 19 saat müəyyən etmişəm. Mən bunu düzdür, bu həqiqətən də məni çox yorucu bir hala salmışdı, amma 19 saata qədər oxumuşam. Amma əksər vaxtlarda mən MİQ imtahanına hazırlaşanda 12-13 saat, 15 saat ərzində çalışırdım. MİQ və sertifikasiya imtahanlarına hazırlaşan tarix müəllimi peşəkar dəstəkdən istifadə etmək üçün düzgün seçimi necə etməlidir? Burada təlimçi müəllimin seçilməsi ilə bağlı belə bir yanaşma qeyd edə bilərəm ki, siz ilk əvvəl baxmalısınız ki, o müəllim tərtib etmiş olduğu testlər müəllimlərin işə qəbul imtahanında istifadə olunan testlərlə uyğundurmu? Həmin müəllimin sual-cavab prosesi həmin xırdalıqları ehtiva edirmi? Həmin müəllimin əvvəlki illərdəki müdavimləri, məsələn, tutaq ki, 2025-ci ildəki nəticələri yüksək olubmu? Həmin müəllim neçə ilin təlimçi müəllimidir? Bu il ortalığa çıxıb və deyib ki, şah mənəm, yoxsa əvvəlki illərdə də, məsələn, belə bir məqamlar, yəni əvvəlki illərdə də onun yüksək nəticələri olmuşdur. Yəni əvvəlki illərdə də yüksək nəticələr vermiş müdavimlər oldu. Bir neçə il ki, bu proseslə məşğul oldu. Bununla bağlı müəyyən bir təcrübi nöqteyi nəzərdən araşdırma etməlidir müdavim və düşünməlidir ki, artıq bir neçə il ərzində həm hazırlıqları yüksək səviyyədə olub, müdavimləri yüksək nəticələr əldə edibdir. Eyni zamanda tərtib etmiş olduğu materiallar MİQ sertifikasiya formatındadır. Bəs imtahanda yüksək nəticə əldə etmək üçün nə etmək lazımdır? Yüksək nəticə əldə etməyin əsas məqamlarından biri də psixoloji faktoru bundan ibarətdir ki, inan. Yəni bu ümumi səslənsə də, yəni bir çoxları deyə bilər ki, bu ümumi səslənir ki, bəs müəllim deyir, özünüzə inanın və s. Bilirsiniz, əziz müəllimlər, mən bu məsələ ilə bağlı belə bir yanaşma qeyd edirəm ki, ətrafınızda müxtəlif insanlar ola bilər və onlar siz deyə bilərsiniz ki, iddia irəli sürə bilərsiniz ki, mən respublika birincisi olacağam və ətrafınızdakı kimlərsə buna gülə bilərlər və yaxud bunu tənqid edə bilərlər və yaxud da ki, müxtəlif yanaşmalar ortaya qoya bilərlər. Amma əmin ola bilərsiniz ki, beyin inandığı yolda müəyyən addımlar atır və əvvəl-axır məqsədinə nail olur. Yəni siz ilk əvvəl özünüzü inandırmalısınız ki, bacaracağam. Əgər siz bu illər müəllimlərin işə qəbul imtahanında iştirak edəcəksinizsə, 2025-2026-cı il MİQ imtahanında, sertifikasiya imtahanında siz bu illər imtahana gedirsiniz və müəyyən səviyyədə hazırlıq yolu keçirsiniz. Siz deyirsiniz ki, özünüzdə ki, əşi bu il olmasa, gələnə də imtahan verərəm. Belə bir yanaşma varsa, əmin olun, gələnə də uğur qazana bilməyəcəksiniz, ondan sonraki ilə qalacaqsınız. Amma mən bu illəri mütləq uğur qazanacağam deyirsinizsə, siz uğur qazanacaqsınız. Yəni yanaşma. Mən bunu edəcəyəm deyirsinizsə, edəcəksiniz. Özünüzə inam, disiplin, ciddiyyət, məsuliyyət və mərkəzə gətirilmək. Bu mənim imtahan həyatımın mərkəzini təyin edir və mən bunun uğrunda mübarizə aparıb qalib gələcəyim. Belə bir yanaşma ortaya qoymaq əlbəttə ki, sizi uğura aparacaq. Rəhman müəllim, siz bir sıra məsələlərə aydınlıq gətirdiniz. Bunun üçün sizə təşəkkür edirəm. Sonda isə hamı üçün və şəxsən mənim üçün maraqlı olan bir sualı sizə təqdim etmək istəyirəm. Bəs sizin dərs strategiyanız necədir? Təşəkkür edirəm Rüyalə müəllimə, çox sağ olun. Deməli, əziz hörmətli müəllimlər, mən öz dərs yanaşmamı belə qeyd edəcəm sizlərə. Deməli, bizim dərs yanaşmamız müxtəlif proseslərdən əhatələnib, vahid bir əsasla idarə olunur. Sanki tarixdə qeyd olunur, mərkəzləşdirilmiş dövlət. Əyalətlərin müəyyən canişinlər, məmurlar tərəfindən idarə olunur, mərkəzi hökumətə hesabat verməyi ilə bağlı.
Yəni sanki bizdə olan proses bununla bağlıdır. Biz dərslərimizi Kurikulum Az sayti vasitəsilə tədris edirik və Zoom platforması vasitəsilə YouTube üzərindən, WhatsApp üzərindən təyin edirik. Bunlar çox şaxəli baş verir proses. Müəllimin tutaq ki, həftənin 3 günü hazırlıqları var. Noyabr qrupu noyabr ayının 3-dən etibarən hazırlıqlara başlayacaq və noyabr qrupumuzun qeydiyyat prosesi davam etməkdədir. Həftənin 1-ci, 3-cü, 5-ci günləri saat 19:00-da başlayacaq. Və tutaq ki, noyabr ayının məsələn 11-də hazırlığımız var. Bəlkə də həmin gün deyil. Yəni 1, 3, 5-ci günlərə aid gəlmir. Mən məsəl çəkdim. Noyabr ayının 11-də hazırlığımız var və bizim mövzumuz qədim Yunanistan dərsidir. Mən müəllimə, müdavimə qədim Yunanistan mövzusunu ev tapşırığı olaraq vermişəm. Bunun video izahını Kurikulum Az saytında aktiv etmişəm. Video izahını da birinci cümlədən axırıncı cümləyə qədər bütün mövzunu əhatə edir. Bütün xırdalıqları əhatə edir lövhə qarşısında. Daha sonra qədim Yunanistana aid tamamilə sertifikasiya formatının testi aktiv edirik. Müdavim həm video izaha baxır, həm testa baxır. Daha sonra isə biz onun həftənin müəyyən günündə, həftədə 3 dəfə olur. Onun hansısa günü ev tapşırığı verilir. Məsələn, 3-cü gün verilir, 5-ci gün artıq müzakirəsidir. Zoomda biz onun sual-cavab prosesini təşkil edirik. Və Zoom minimum 90 dəqiqə ərzində çəkir və bu 90 dəqiqə ərzində müdavim tamamilə bütün qədim Yunanistanla bağlı hər bir cümlə, hər bir hissə, hər bir xırdalığa toxunulur və artıq Yunanistan mövzusundan bağlı bütün sual-cavab prosesi əks olunur. Daha sonra etdiyimiz sual-cavabın müzakirəsini də Kurikulum Az saytına yerləşdirilir və beləliklə müdavim həm video izah, həm test, həm də Zoomda edilmiş sual-cavab prosesini daha sonraki günlərdə, həftələrdə və hətta aylarda da görür. Və bəzən biz bəzi həssas olan müdavimləri də bu məsələ ilə bağlı başa düşürük. Hansı ki, müdavim var ki, başqa ikinci işdə işləyir. Müdavim var ki, həmin vaxtı dərsə qoşula bilmir. Müdavim var ki, müəyyən məsələlərlə bağlı, yəni abituriyent hazırlığı ilə məşğuldur və yaxud xəstəxana işi var və yaxud digər başqa məsələlər var, dərsə qoşula bilmir. Amma bizim dərslərimizdə necə yararlana bilər? Əlbəttə ki, sayt vasitəsilə müzakirələrə baxır, testlərə baxır, video izahlara baxır, müəllimlərlə edilmiş digər materialları əhatə edən proseslərlə tanış olur və proses davamlı şəkildə MEQA qədər sertifikasiya imtahanına qədər davam edir. Yəni bizimlə işləmək, bizimlə bu prosesi aparmaq sadəcə olaraq avtomatik xarakter daşıyır. Yəni müdavim bu günləri mənim həftənin 5-ci gün saat 20:00-da dərsim var. Bu günləri müdavim dərsə qoşulmayıbsa ondan yararlanma haqqı məhdudlaşır deyilən bir məsələ yoxdur. Daha sonra ona yenidən izləyə bilir. Biz bu şəraiti ona yaradırıq. Ona görə də bizim strategiyamız, bizim taktikamız hesab edirəm ki, MİQ və sertifikasiya imtahanına hazırlaşan bir müdavim üçün, bir müəllim üçün ən uğurlu bir metodlardan birisi hesab olunmalıdır. Təşəkkür edirəm. Hər birinizə uğurlar, müvəffəqiyyətlər arzulayıram. Mən hesab edirəm ki, həqiqətən də bu yolda can qoymaq məsələsi. Can qoyan hər kəs uğur qazanacaq. Özünə inanan hər kəs uğur qazanacaq. Uğur qazanmayan insanlar inanmayan insanlardır. Bunu yadınızdan əsla çıxarmayın. Hər birinizə təşəkkür edirəm. Rəhman müəllim, sonda sizə təşəkkür edir. MİQ və sertifikasiya imtahanına hazırlaşan hər bir müdavimə isə uğurlar arzulayırıq. Çox sağ olun, minnətdaram. Hər biriniz sağ olun, var olun.